Bugün görkəmli bəstəkar, şərəf və şöhrət ordeni, prezident təqaüdçüsü, Qara Qarayev məktəbinin yetirməsi, dahi Üzeyir Hacıbəyli məktəbinin davamçısı, professor, xalq artisti Tofiq Əhmədxanoğlu Bakıxanovla vida mərasimi keçirildi. Vida mərasimində Azərbaycanın tanınmış incəsənət xadimləri, iş adamları, sənət dostları və Bakıxanov nəslinin nümayəndələri iştirak edirdi. Vida mərasimində Azərbaycan Respublikasının Mədəniyyət Naziri Adil Kərimli, akademik Rəfail Hüseynov, akademik İsa Həbibbəyli çıxış etdilər. Bizim tanınmış bəstəkarımız, bəstəkarlar nəslinin mən deyərdim ki, ağsaqqalı olan gözəl bir insan Tofiq müəllimin, Tofiq Bakıxanovun vida mərasimidir. Onunla vidalaşırıq. Mən deyərdim ki, tək onunla deyil, onun təmsil elədiyi bir nəsil ki var idi. O bəstəkarların nəsli, Qara Qarayev böyük bəstəkarımızın yetişdirmələri, tələbələri, o gözəl bir dövr ki vardı, qızıl dövr bəstəkarlarımız vardı. Onun son nümayəndələrindən biri idi o. Həqiqətən bizim üçün ağırdır, çətindir danışmaq. Çünki Tofiq müəllim həyatının sonuna qədər Azərbaycan musiqisinin mədəniyyətinin inkişafı üçün, Azərbaycan bəstəkarlıq musiqi ədəbiyyatının genişlənməsi üçün çox çalışırdı. Bizim üçün də həqiqətən də bir itkidir, böyük bir itkidir. Ailəsinə başsağlığı vermək istəyirəm. Musiqi cəmiyyəsində sənət dostlarımıza başsağlığı vermək istəyirəm. Allah ona rəhmət eləsin. Bizdən nə tələb olunursa musiqiçilər, dirijorlar, ifaçılar onun irsini yaşadılmasıdır. Biz də bu üzərində çalışıb əlimizdən gələni eləyəcəyik. Allah rəhmət eləsin. Çox sayda yüksək keyfiyyətli əsər yazıb və xalqın, Azərbaycan xalqının sevgisinə nail olub. Biz musiqiçilər Tofiq müəllimi son dərəcə hörmət edirik. Və ümid edirəm ki və əminəm ki, Tofiq Bakıxanovun yaradıcılığı uzun illər Azərbaycan musiqi mədəniyyətinə, yeni nəslə, yeni gələn nəslə xidmət eləyəcək. Onun əsərlərindən öyrənəcəklər, fərqlənəcəklər və xalqın hafizəsində Tofiq Bakıxanov məncə əbədi olaraq qalacaq. Tofiq müəllim Azərbaycanın zahid bəstəkarı hörmətinə əlavə və şəxsiyyət kimi Tofiq müəllim şəxsiyyətli bir insandır və elə o həmən dahi sözü onu şəxsiyyətlə də məşamil etmək olar. Həm Muhammedən və Allah Muhammed və əvsəli ma səllən və barəkdə və rəhəmtə və rəhimsən əla İbrahim.